Hindistan və Pakistan arasında 125 təyyarənin iştirak etdiyi hava döyüşü baş verib. Bu barədə CNN Pakistan xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla məlumat verib. Məlumata görə tərəflər 2019-cu ildə baş verən və Hindistan təyyarəsinin vurulması ilə nəticələnən gərginlikdən sonra öz döyüş təyyarələrini bir-birinin hava məkanına göndərməyə razı olmayıb. Bu səbəbdən hava döyüşü zamanı hər iki tərəf öz qırıcılarının öz hava məkanından kənarda uçmasına mane olub. Döyüşdə iştirak edən 125 təyyarə bəzən 160 kilometrdən çox məsafədən bir-birinə raketlər atırdı. Qeyd edək ki, mayın 7-sinə keçən gecə Hindistan aviasiyası Pakistanda 9 hədəfə zərbələr indirib. Pakistan ordusu isə döyüşlər zamanı Hindistan hərbi hava qüvvələrinə məxsus 5 qırıcı, həmçinin 5 ədəd PUA-nı vurub. Pakistan baş naziri Şahbaz Şərif isə bildirib ki, Hindistan Pakistana qarşı 85 qırıcı ilə hücuma keçib.